Neyinledik abi bileceği? Biberi çıkar kendini. Tut, çıkar. Sık bırak, kırılacak. Maşallah. Maşallah öyle. Şöbesin de. Hiç neyse çözdüm ben bunu. Çorumlu kebabı. Dəhşət dadlıdır. Ne demek isteymiş yok. Süperdi bu. Kavurma restoranı. Pişine oyna. Pişine oyna. Her şey yoktu. Zor diyor. Tamam, bilirsin. İndi de Balaxanı kəndindəyik. İstirahatdan sonra gəldik bura. Kəndin gözəlliyi, kəndin möhtəşəmliyini çək. Hissələrin onlar, dekorlar, evlərin gözəlliyi, hissələrin gözəlliyi, buradakı məkanların gözəlliyi, möhtəşəm indi, havası. Süper. Gəzirik indi yavaş-yavaş. Özümüz həm dincəlirik, həm yedik, yürüyüş edirik. Başladı sana. Arşın Manalan filminden bir sahne. Məşədiyi var. Öz hamballı. Neyse. Burası bu heykeli buraya niye böyle koyuyorlar? Kenan sana da direkt. Bu kino burada çəkilmir Arşın Manalan kinosu. Nədir ki Məşədiyi var buralı. Ama bu hambal buralı olmasa da burada yaşayıb. Bunun qəbri də bu kənddə Zarafat. Balaxanı kəndində. Ona göre onun xatirəsinə Balaxanı kəndində belə bir abidə ucaldıqlar ki, hambalın xatirəsi olarak qalsın. Ev de o ev değil. Şeyde o, kino da burada çəkilmiyor. Sadece hambal burada dəfn olunduğu için, ömrünün sonunda burada yaşadığı için.
Burada haradayız? Haradır bura? Balaxanın mərkəzində kənd. Yerin adı nədir? Metrodom. Retrodom. Burada Retrodoma ait. Düzdür? Qədimi Maraqlı belə bir dənə yer var. Çəkildən çəkə bilərsiniz. Aksesuarlar var. Bunları almaq da olur, hə? Bunlar satılır mı? Değil. Sahibi ben değilim. Təşkil yemeği olarak. Olur, hə? Yaxşıdır belə, yaraşır, hə? Baxarıq da orada içəridə satılır da. Yenə. Sözünü çəkizdən çəkmişsin. Köpünə kişilər kimi, yaxın gəl, yaxın gəl. Rəhmətli babamın heykəlidir. Götürdün əs bunu. Allah xoşun qardaş. Çox sağ ol. Allah olsun. Möhtəşəm yerdir ev Balaxanı, Allah anlasın. Kənd. Düzdür, çox bir şey yoxdur bu kənddə, amma ki, gözəlləşdiriblər, abidələşdiriblər, turistik eləyiblər, evdə satılır, maraqlananlar bu nömrə ilə əlaqə saxlaya bilər. Qəşəng restoranlar var, qəşəng qulluq eləyirlər, xidmət eləyirlər. Maraqlı dükanlar var, gül dükanları var, hədiyyəli əşya dükanları var. O belə tarixi keçmiş bina var. Və ən maraqlısı elə budur. Hə Kənan? Ən maraqlısı budur. Elə 1815-ci ilə aiddir bax. Yazılıb üstündən. Belə şirin, gözəl kənddir, məhəllələr belədir. Bu evlər hamısı yaşayış evləridir. Hamısında yaşanılır. Burada kəndin qəbirstanlığıdır. Bayaq dediyim kimi hambal burada. Yəni Arşın Malalanında hambal rolunda çəkilən adam bu qəbirstanlıqda dəfn olunur. Əlbi götürdü kamerası. Düşmək olsun. Çəkil sən başlamısan. Yaxın gəl, səsim yaxşı. Oturmuşam kənd sakini ilə, şirinlə burada kənd qəbirstanlığının yanında. Balaxanda elə bir mərkəzi sayılır bura, kiçik bir mərkəzi. Sağımda Ovdan var. Balaxanı kəndinin tarixi əhəmiyyətli bir sayılır. 12 metr dərinliyində, məlumatı araşdırmışdım, Kənan sənə də deyim. 12 metr dərinliyi var, sonradan restorasiya edilib. Burada da belə bir dənə daş abidə yaradılar. Düz tarixi abidə olmasa da daş abidə qoyublar. Bir də qədim məzar yerləşdiriblər ora bir dənə. Üstündə şəkillərlə biraz da yaxından göstərəcək. Maraqlı kəndin havası təmiz, qəşəng. İntihama yoxdur, havası ləzzət edir. Ovdan da çək. Yaxınlaşdı, kadrı burada bitir. Dostumuzda da yemək verdik. Doyub indi burada məst olub. Məstan da burada qəşəng oturub ha. Hə Məstan? Birəş burada da bir dənə çay çək. Görək. Güzel bir çay var. Özdə çəkli otu ilə falan. İnşallah Lənkəran çayıdır deyəsən, hə?
Möhtəşəm yerdir bura. Gör içində hava var. Gör içində hava var. Bax da menyuda. Hansı desertlər var? Menyusunu da göstərim. Cheesecake 6 manat. Tarixdə ilk. Adəm. Allah'a şükür elə. Hə. Gör cəmaatı gəzəcək. Valla bayaqları restoranda da oturmuşduq. Yəni yeməklər də ucuz qiymətə. Yəni burada da baxın da içkilərə. Şəhərin o bərbad kofe shoplarında qiymətlər 10 manatdan başlayır. Burada yəni spirtli içkilər də var. Adi spirtsiz içkilər də var, hər şey var. Yəni çox uyğun qiymətlər valla. Çayın gözəlliyinə bir bax, çək bunu. Çaynikin gözəlliyinə bax bura. Heç yerdə yoxdur valla. Aşırı heç yerdə yoxdur. Ciddi. Limonlu kəşli. Kəşli otuna bax bir dənə. Kəşli otunun gözəlliyinə bir dənə bax. Özümüz açıq istəmiş. Birdən deyərsiniz çay eləyə bilərsin. Həm kəkli otunu olanda çay açıq olur. Rəngini artır ki. Öz yadında saxla. Allah'ım olsun. İçində başqa şey də var onun. Koftan alın bəlkə səndən. Çayın içində sadəcə kəkli otu yox deyə başqa şeylər də var. Belə bir zalı da var, qəşəng, maraqlı. Buranın möhtəşəm. Artıq bir neçə saatdır ki buradayıq. Ən son çəkmiş olduğum obyektdə. Tam yanında da Art Kofenin yanında, Art Kafenin daha doğrusu. Tarixi əhəmiyyətli bir abidə var. Köhnə hamam yeri. Balaxanı kəndinin tam qəbirstanlığı ilə üzbəüz yerləşir bura. Axşamı da belə maraqlıdır, işıqlıdır. Yəni Belə ki, dən dön. Evin bizə sizlə hara getməkdir? Tovuza gelib gəlməyimiz. Əsl video olur. Yadıma düşdü. Dəlil olaraq. Tovuzda niyə? Tovuza toya gediblər. Hə. Cırlarsa gülməyə. Maşına qısımlar eləyir. Təpikliyir. İçmişdilər. Onlar bərkdən olur ha. Onlar deyil, olmuyor. Bakılı olmuşsun. Bakıdan gedən olur. Tovuzlar içirib də yəqin. Tovuza o şahadlar, saxladım, qustayım. Bütün o rayonlar var ha. Hamısında saxlamışam. Bir sıçmadığın rayon qalmamışdı. Ha. Neyse çata Göranboya çata dedi kusura verdim bura, verəni çatdı kustu bura. Maşına arxa yaxşı qabağa zada kusmadı. Ay belə indi Sola. müdür də döyüb deyir ki, onların müdürüdür də prosta. Hə. Dedi ağzımız öyrəşib.